10 ayə Nur surəsindən bu ayələr Ayşə radiyallahu anh'a haqqında nazil olur. Necə ki, nə zaman ki münafiqlər Ayşəni ittiham edirlər, Allah azze və cəllə 7 qat səmanın üzərindən müminlərin anasını Ayşə radiyallahu anh'ını təmizə çıxarır və onu və Peyğəmbər sallallahu aleyhi və səlləmin digər qadınlarına nə deyir? Və əzvacuhu ummahatukum. Onun zövcələri, yəni Peyğəmbərin zövcələri sizin analarınızdır. Ona görə onlar müminlərin analarıdır. Münafiqlərin anaları deyil. İki üzrlərin, din düşmənlərin anaları deyil. Onlar həqiqi müminlərin analarıdır. Onlara yalnız müminlər anamız deyə müraciət edər. Qəlbində nifaq və küfr olanlar isə onlara dil uzadarlar. Və sən necə Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisini iddia edirsən ki, Rasulullah sallallahu aleyhi və səlləmin sevgisini iddia edirsən və onun həyat yoldaşlarına dil uzadırsan, özünə rava